Hər kəsi salamlayıram, dəyərli vətənpərvər insanları hamınızı salamlayıram. Cənab Prezidentimiz İlham Əliyev sizə qazilərə də, yəni o adı, qazi adını ona görə verib ki, siz Azərbaycanlıları, Azərbaycan xalqını müharibə zamanı erməni daşnaqlarından qoruyasınız deyə, qorumsuz deyə layiqli. Ona görə qazi adı sizə verilməyib ki, siz sabah gələsiniz, öz həmvətənlərimizə, Azərbaycanlılara, öz millətimizə erməni kimi davranasınız. Ona görə verilməyib qazi adı sizə. Bəziləriniz bundan sui-istifadə etməyin. Yaxşı qazi qardaşlarımızın da haqqına girməyin. Məsəl üçün deyə bilər ki, kimsə nəsə elədi, falan şey. Bəs qanun var. Qanun nəyə görə tətbiq olunub da? Qanuna riayət etmək üçündür da qanun tətbiqi. Ki, hər kəs qanundan istifadə eləsin. Sonra uşaq rəhmətə gedib, onu da deyim. Neçə gündür adam ürəyi parçalanır da, yəni heç baxama bilmirəm, pis oluram da. Ancaq ki, bilmirəm içimizdə kimlər belə eləyir, kimlərdir bunu edənlər. Uşaqlarımızı, gah uşaqlar belə qəsd edirlər, gah arvadlarına birini balqondan atırlar, birini... Yəni, qayda qanundan layiqincə istifadə edin, rəayət edin. Cənab Prezidentimiz qayda qanunu ona görə tətbiq edib. Bəlkə sağ olsun, heç kimin haqqına girilməsin. Nə bilim, bu ədalət, hamı deyir ki, ədalət. Ədalət sözündən hamı istifadə eləməlidir də. Yəni, siz istifadə eləməyib, yalandan ədalət. Biri deyir, mən dindaram, biri deyir, mən mollayam, biri deyir, nə bilim, məşədiyəm. Bilmirəm, siz bu adları özünüzə götürüb, çoxlarının bu sözdən istifadə edib də, altından çıxan işləri görmüşəm, şahidi olmuşam. Yəni, belə cildə girməyin nə mənası var ki? Özünüz olun, özünüz kimi yaşayın, heç kimin haqqına girməyin, əməli salih olun. Zaten Allah Teala sizi sevəcək. Sizin o etdiyiniz dualar var, dindaram, sonra da eləsi var, heç, nə bilim, hərə bir söz deyir, bilmirəm, insanların içində özünü Allahın sevimli bəndəsi kimi göstərib də, cildə girib də, insanların cibinə, haqqına girməyin nə mənası var? Məncə, özünüzə çəki düzən verin. Belə də cildə girənlərə necə öz xalqımıza biz inanmayaq? Hamı deyir ki, ona inanma, buna inanma. Niyə bizim inam hissimiz itib öz xalqımıza qarşı? Niyə? Buna bir cavab verin istəyirəm. Niyə öz xalq? Deyir ki, filan kəsin qızı ağıllıdır, ağıllı qız alıram. Alırlar, ağıllıdır, soraqlayıb alırlar. Səhər deyirlər, qız xəstədir, dəlidir. Alanda görmürdün qız necədir. Bəlkə özünüz dəli eləmişsiniz qızı, bəlkə özünüz xəstə eləmişsiniz qızı. Bunu da deyin də, heç kim yaxşı kişidən qaçmır. Bunu kafanıza sokun. Gördünüz Xoşqədəm xanımın verilişində. Qız, qadın öz millətimizin də siz dəyər verib almamışsınız. Amma alıb aparıblar, dəyər veriblər. Niyə Gül Usta onu gözdən salırsınız? Niyə salırsınız? Halbuki alıb da evinə qadın eləyib onu. Siz almamışsınız, fakt almamışsınız, türk alıb. Evinə xanım eləyib onu, eləyib. O ondan narazı olsa dalınca düşər, yox. Tak što, elə edin ki, qadınlar sizi itirməkdən qorxsun. Daha sizdən qaçmağa çalışmasın. Bugün qaçaram, sabah və bir gün qaçırlar.
sonra da dalınca şər, böhtan atmağın heç bir mənası yoxdur. Özünüzü gözdən salırsınız, necə ki yoldaşınızın qarşısında gözdən düşmüsünüz.